Sosial media menecment nədir? SMM, brendin və ya biznesin Instagram, Facebook, TikTok, YouTube, LinkedIn kimi sosial platformalarda peşəkar şəkildə idarə olunması, tanıdılması və inkişaf etdirilməsidir. SMM-in əsas faydaları: 1. Brend tanınırlığının artması, brendinizin daha çox insana çatmasını, adınızın yadda qalıcı olmasını, rəqiblər arasında seçilməyinizi təmin edir. Davamlı paylaşımlar, güclü brend imici. 2. Düzgün hədəf kütləyə çatmaq. Yaş, cins, maraq, region üzrə dəqiq auditoriya seçimi. Lazımsız xərclərin qarşısının alınması. Məhz müştəri ola biləcək insanlara reklam göstərilməsi mümkündür. Hər kəsə yox, doğru insana reklam. 3. Müştəri ilə birbaşa əlaqə. Şərhlər, DM-lər, reaksiyalar vasitəsilə canlı ünsiyyət. Müştəri suallarına sürətli cavab. Etibarın və sadiqliyin artması. İnsanlar danışdıqları brendlərə daha çox güvənir. 4. Satışların artması. Məhsul və xidmətlərin daha cəlbedici təqdimatı. Kampaniyalar, endirimlər, CTA-lar. Sosial şəbəkədən birbaşa satışa yönləndirmə. Sosial media artıq sadəcə əyləncə deyil, satış alətidir. 5. Analitika və ölçülə bilən nəticələr. Baxış sayı, kliklər, satış və müraciətlər. Hansı kontent daha effektivdir? Hamısı ölçülür. Nəticəsi olmayan strategiya dəyişdirilir. 6. Peşəkar vizual və kontent imici. Cəlbedici dizaynlar, keyfiyyətli videolar, planlı və ardıcıl paylaşımlar. Brendiniz ucuz yox, premium görünür. 7. Vaxt və resurslara qənaət. Sizi sosial media stresindən xilas edir. Siz biznesinizə fokuslanırsınız. Sosial şəbəkələr isə sistemli şəkildə idarə olunur. Hər işi özü görən yox, düzgün yönləndirən qazanır. 8. Rəqiblər üzərində üstünlük. Rəqiblərin strategiyası analiz olunur. Trendlərdən vaxtında istifadə edilir. Daha kreativ və fərqli kontent hazırlanır. Pasiv rəqibləri geridə qoyursunuz. Sosial media sadəcə paylaşım deyil. Doğru idarə etməklə güclü satış və marketinq alətidir. Brendinizi sosial mediada böyütmək istəyirsinizsə, bizimlə əlaqə saxlayın. Birlikdə daha güclü görünək. Visionmedia.az. Biz sizin yanınızdayıq.